Pezeshkian. Pezeshkian. Bu İran'ın prezidenti Pezeshkian'dı. Kızı da yanında. Necə gözəl Azərbaycan dilində danışmağı bacarır prezident. Heydər Baba şeirini Şəhriyardan büyük bir mərasimdə söylədi. Ona irad tutdular, amma geri dönmədi. İrəli getdi şeiri sona qədər. Demək bacardı. Pezeshkianın qızı da Bakıya gəlib, atasından bir yerdə. Bəli, demək ki, Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Məsud Pezeshkianı Tehrandan gəlib böyük nümayəndə heyəti müşahidə edib. Təbii ki, Qafqaz Info Modern nöqtə.az istinadən xəbər verir ki, Pezeshkianın Bakı səfərini müşahidə edən nümayəndə heyətinin də onun qızı Zəhrə Pezeshkian da olub. İran liderinin həyat yoldaşının uzun illər öncə dünyasının dəyişməsi səbəbindən prezident seçkiləri zamanı da onun qızı Zəhrə Pezeshkian müşahidə etmişdi. O digər xarici ölkələrə də məhz qızı ilə gedir. Yəni qızı daima atasının yanında olur. Burada fotosunu göstərmək istəyirdim. Bir də təkrar göstərim. Pezeshkian'dı. Qızıyla bir yerdə Azərbaycanda səfərdədir və deyirlər ki, ata hara gedirsə, xarici səfərləri qızı daima onu müşahidə edir. Olsun.